Son günlər sosial şəbəkə platformalarında tələbə kartları vasitəsilə metroda ödəniş sisteminin tətbiq olunmağa başladığına dair görüntülər yayılıb. Paylaşılan məlumatlarda iddia olunur ki, tələbə kartı sahibləri üçün gediş haqqında müəyyən güzəştlər nəzərdə tutulacaq və onlar metrodan daha aşağı tariflə istifadə edə biləcəklər. Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən News 24 AZA bildirilib ki, bu kimi güzəştlərin tətbiq edilməsi metropolitenin səlahiyyətində deyil. Müxtəlif sosial qruplar üçün xüsusi güzəştlərin tətbiqi ilə bağlı məsələlərdə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qərar qəbul etmək səlahiyyəti yoxdur və qurum yalnız qərarların icrasını yerinə yetirir. Gələcəkdə belə bir qərar verilsə, bu qərarın həyata keçirilməsi təmin ediləcək. Məlumatda vurğulanıb ki, aidiyyatı dövlət qurumları tərəfindən müvafiq qərarların verildiyi təqdirdə sosial güzəştləri nəzərdə tutan tarif dərəcələrinin tətbiqi üzrə qayda və mexanizmlər, o cümlədən konkret texniki həllər həmin qurumlarla birgə nəzərdən keçiriləcək və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq.